Bu mənim istifadə elədiyim ən ideal xəmirdir. Pilmen üçün, düşbərək üçün, ərişdə üçün, xəngəl üçün. Diqqətlə baxın ölçülərinə, hazırlama prosesinə. Bu xəmirin özəlliyi nədir? Əgər məmulat suyun içində qalırsa şişmir. Necə var? Elə də qalır. Artıq xəmirə dönmür. Çox gözəl xəmirdir. Bir də buna baxın. Və onu da vurğulamaq istəyirəm ki, 1 stakan un 1 kündənin xəmiridir. 1 nəfərlik. Buyurun, video diqqətlə baxın və mənim reseptimlə xəmiri hazırlasaz çox məmnun olaram. Sizə uğurlar.